Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. Bu barədə Prezidentin məlumat xidməti məlumat yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu il dönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb. Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda ümumilli lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu il dönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib və həmin tədbirlərdə Azərbaycanın baş nazirinin iştirak edəcəyini vurğulayıb. Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlət başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə fondu arasında imzalanmış anlaşma memorandumu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib. Prezident Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünün tam hüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib. Dövlət başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu il dönümü münasibəti ilə təbriklərini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib. Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri ümumilli liderin ölkəmiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib. O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini Qurbanqulu Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə fondunun tip sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünün tam hüquqlu iştirakçısı olması münasibəti ilə təbriklərini çatdıraraq Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.